Amerika Birləşmiş Ştatlarında səfərdə olan İsrailin baş naziri Benjamin Netanyahu ilə Birləşmiş Ştatlar prezidenti Donald Trump arasında görüşdə müzakirə olunan məsələlərlə bağlı bəzi detallar məlum olub. Gözlənildiyi kimi, Yəhudi baş nazir Birləşmiş Ştatlar liderindən İrana növbəti hücum üçün razılıq verməsini istəyib. Trump isə bu təklifə heç də pis baxmayıb. Tərəflərin anlaşmadığı bəlkə də yeganə mövzu Türkiyə ilə bağlı olub. Məsələ burasındadır ki, Netanyahu artıq dəfələrlə bəyan edib ki, Türkiyəni Qəzzadakı sabitləşdirici qüvvələrin tərkibində görməyə arzulamır. Birləşmiş Ştatlar lideri isə ondan fərqli olaraq Türkiyəni bu qüvvələrin tərkibində görmək istəyir. Türkiyə və onun lideri əladır. Mənim üçün Erdoğan həmişə yaxşı olub. ABŞ prezidenti Donald Trump Mar-a-Lagodakı iqamətgahında İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konferansında bu barədə açıqlama verib. O bildirib ki, Qəzzadakı sabitləşdirici qüvvələrin tərkibində Türkiyə ordusunu da görmək istəyir. Düşünürəm ki, bu əla olardı. Türkiyə bizim üçün çox yaxşı bir müttəfiqdir. Erdoğanla görüşəcəm. Onunla çox yaxşı münasibətlərim var. Netanyahu'nun da ona hörməti var, deyə Trump bildirib. Türkiyə ilə İsrail arasında hər hansı münaqişə ehtimalı ilə bağlı sualın cavabında isə ABŞ lideri bildirib ki, Netanyahu ilə Erdoğan arasında hər hansı bir problem görmür və bu iki ölkə arasında hər hansı çətinliyin yaşanacağına inanmır. Ağ Ev rəhbəri həmçinin Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının mümkünlüyündən də bəhs edib. Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk. Bu təyyarələr heç vaxt İsrailə qarşı istifadə olunmayacaq. Sizə söz verirəm, deyə Trump bildirib. ABŞ prezidenti həmçinin Netanyahu ilə İsrail-Suriya münasibətlərini ətraflı müzakirə etdiyini də deyib. O bildirib ki, Suriyanın yeni prezidenti Əhməd Əl-Şəraya hörmət eləyir. O güclü bir liderdir və Suriyanın hazırda ehtiyac duyduğu şey məhz budur. Ümid edirəm ki, İsrail onunla yaxşı münasibətlər qura bilər, deyə Trump bildirib. İranla bağlı məsələyə gəlincə, ABŞ lideri vurğulayıb ki, İsrailin İrana mümkün hücum ssenarisine hazırdır. Onlar öz hərəkətlərinin nəticələrini bilirlər. Bu nəticələr çox ağır. Bəlkə də əvvəlkindən daha ağır olacaq. Mən onlara sonuncu dəfə seçim təklif etdiyim zaman İran bizimlə razılığa gəlməli idi, deyə ABŞ prezidenti vurğulayıb. Bəxtiyar Fətullayev, ATV Xəbər.